Həkimdən sonra sənin yanına gələcəm. Görüm həkim nə vaxt abi deyir. Çox sağ olayım Mişqa. Həkim salam. Necəsiz? Yaxşı, şükür. Canlıdaydım. Elə yazdılar dırır Ruslan, səni yıxdım. Mən nə vaxt gəlim, mən bu dişlərimi sök qoy yerə, simentdə təzdən tax, bir də yontala. Mən sabah saat neçədə gəlim axşam? 4-cü günü. Bugün neçənci gündür? Bugün 2-ci gün. Onda mən sabah gedim Lazerluq xanımın yanına. Ondan sonra 4-cü, o birisi gündə sənin yanına gəlim. Yaxşı, tamam, oldu. Yaxşı. Həkim idi, həkimlə danışdım. Dedi 4-cü günü. Dedi ki bugün 2-ci günüdür. Dedi 4-cü günü gələrsən. Ay Zeynab, necəsən? Canımsan. Heç bir sənlə danışa bilmirəm. Nə bilim, indi girdin canlıma gördüm səni. Heç bir sənlə danışa bilmirəm. Sənlə də ən azından keçmiş xatirələrimiz var. Sən də gözəl insansan. Gözəl qəlbin var. Ondan sonra təmiz ürəyin var. Nə bilim, sən çox gözəl insansan. Zeynab xanım Bərdədə yaşayır, çox gözəl xanımdır. İnşallah gərək onunla da danışam. Hüseyin, çox sağ ol. Onda dedik 4-cü gün dedik ya da. Həkim dedi, o deyir, həkim buradadır uşaqlar. Həkim maddi 4-cü gün. Onda kim istəyir gəlsin Tima ilə gələndə. Lazerluq xanım, mən nə vaxt gəlim onda sizin yanınızdan? Mən sizin yanınıza gəlim, sonra mənim başqa reklamım var, kosmetoloji. Sizin yanınıza ən birinci gəlib getməliyəm ki, sonra kosmetolojiyə getməliyəm. Sizin yanınıza gəlib getsəm, sonra mən kosmetologiyaya gedəməyəcəm. Aygün, çox sağ ol, cibin dolu olsun. Anan necə oldu? Uşaqlar, nə olar? Xahiş edirəm, qurban olum sizə. Dedim nədir, nətərdir, necədir? Belə yazmayın, nə olar? Pis oluram, Allah haqqı, yenidən qayıdıram başa, yenidən qayıdıram. Yenidən qayıdıram. Anamla video paylaşmışam, o sonuncu videom odur. Girin o videonu bəyənin. Pulu yığdı, Nasir ilə qalxdı. Yaxşı eləyir, Nasir ilə qalxır. Niyə qalxmasın ki? Mənim pulum olmasa, mənim izləyicimə dəstəyi olmasa, onun bir manatı mənim üçün milyondur. Mən anamı hardan aparıb müalicə eləyəcəm? Əlbəttə ki, Nasir ilə qalxacaq. Niyə qalxmır ki? Nə vaxt evlənəsən? Evlənmək istəmirəm mən. Artıq elə fikirləşirəm. Mən uşaq vaxtı aldığım travmalarla uşaq vaxtı evlənmirdim. Kəşf belə vaxt gələr evlənərəm, yaxşı olar, belə olar, elə olar. Mən artıq evlənmək istəmirəm. Mən anamda gördüyüm xəstəliklərdən sonra, anamın çəkdiyi əziyyətlərdən sonra mən heç kimə əl vurmaq istəmirəm. Heç kimə əl vurmayacam mən. Başa düşdünüz? Mən, bilirsiniz, mənim psixoloji problemlərim çoxdur. Mən psixologla da danışmışam, psixologlardan da görüşmüşəm, nə bilim, bilmirəm. Allah qismət eləyər, ailə həyatı quraram. Eləməz də ki, elə tək tənha ölüb gedərəm. Bizim nə mağazasıdır? Aleykümselam. Mən Simişqa reklamı gəlir, gedəcəm Simişqa reklamına. Azadlıq metrosunun çıxışında popcorn qoğuran bir oğlan var. Büyü məni gördü, dedi mən reklam eləyərsin. Dedim hə. Dedi sağ 1 kilo popcorn verəcəm, bir paketdə Simişqa verəcəm. Dedi mən reklam elə, dedim baş üstə. Dedim trajekdə yazarsan TikTokda. Ondan sonra şey eləyərsən, dedim mən səni paylaşacağam, dedim story adıma qoyacağam. Artıq ben başlayıram. Reklam, Simişqa reklamı, Tumuş reklamı, nə Molviz, paket, əskü, nə bilməyim, nə reklamı, bütün reklamlara gedəcəm. Bax, bir dənə bir gün pul olsun. Hər yeri gedəcəm. Bütün reklamlara artıq gedirəm. Başlayıram səhərdən də hər yeri gedəcəm.